Memnun. Hə, sən gözü yumursan, amma çaşıb telefona baxmırsan. Tamam. Aha, yaxşı. Getdik, qarışdırdım. Darağı çıxartdınız. Darağı çıxartdıq, aha. Qarışdırdım, götürə bilərsən. Seçin, bunu seç. Seçdim, aha, qəşəng. Telefona baxmırsan. Tamam. Aha. İndi, sən də əşyasan. Əşyaya. Əşyasan. Hər gün istifadə olunur. Bəli, hər gün istifadə olunmaya bilər. Yəni şərt deyil ki, hər gün istifadə edəsən. Amma belə deyim, məktəb ləvazimatıdır. Kitab. Qələm. Qoy elə bir xüsusiyyətlərini deyərdim da. Yox, qoy xüsusiyyətlərini deyim, sonra da. Tamam. Kitab deyil. Kitab deyil. Qələm. Başqa xüsusiyyətini deyim. Qələm. Qələm. Bəsdir bu qədər. Yox, belə. Yaxşı. Ruşka gətir. Mən bir dənə söz tapım. Bir dənə söz yazım. Hani qələm ver. Qələmim üstə deyil. Heç yoxdur burada? Yox. Dur, mən deməli, mən bir dənə söz yazacağım. Sonra onu sənin alnına yapışdıracağım. Tamam. Sonra da sən tapacaqsın. Sonra mən yazırım. Yaxşı. Bir dəqiqə. Deməli, nə yazam? Bura göstərim. Görünür buradan. Aha. Bir meyvə, heyvan falan da Bir dəqiqə. Aha. İndi. Bitkidir. Bitkisən, daha doğrusu. Bitkisən. Kaktus. Xeyr. Səhrada bitmirsən. Tikanın varmı? Tikanı, tam tikan demək olmaz, amma gövdəsinə, yarpaqlarına toxunanda birazcıq tikanımsı. Limon. Xeyr deyil. Dayanda bir başqa əsas əlamətlərindən deyil, bəlkə də var. Nə? Ay, biz sizə verdiyimiz günün adı neydi? Melisa. Yox. Hə, aloe. Yox. Dibçəkdə bitmir. Həyətə, dirjiyə əkirlər. Çiçək. Dirjiyək. Bəli, çiçəyin var. Hansı rəngdəyəm? Hansı rəngdəsən? Sarı, ləçəklərin sarıdır. Bir dənə xüsusiyyətini desəm, o dəqiqə tapacaqsın. Çoban yastığı. Çoban yastığı sarıdır. Çoban yastığının ortası sarıdır. Ləçəklər sarıdır dedim axı. Ləçəklərində sarıdır. Ortan da sarı, belə yekə, iri, yumru, yuvarlaq. Sonra üfürdəyə dönürəm. Xeyr deyil, o da deyil, bitkidir. İstifadə edirik, biz onu istifadə edirik. Nəyə? Toxumlarını istifadə edirik, tumlarını. Əsasən də uzun qış gecələrində, filmə baxanda daha çox istifadə edirik. Mən deyəm. Tapdın nə sən? Şimişlə gülü. Azərbaycanca nədir? Bilməm. Günə baxan. Əsas xüsusiyyətini desəydim tapacaqdın. O həmişə günə baxır. Günə baxan. Quruluş necə sözdür? Quruluş necə sözdür? Hə. İki sözün birləşməsi. Yəni mürəkkəb sözdür. Əla, aferin sənə. Günə baxan. Ay, sağ ol, aferin sənə. İstəyirəm mən burasını yazım. Bəs hansı ilk hissəsidir? Nə? Günə baxan isim. Ay, sağ isimdir. Bəs yaxşı. Başqa nə deyim? Leksik mənası nə oldu? İzah edə bilərsən? Bir gül, simişqa gül da. Simişqa gül yox. Günə baxan, yaxşı. İndi mən söyləyəm. Onun əlamətlərini saysan olur, onun izahı da. Leksik mənası. Sonra, heç nə, can sağlığı. Mən bunun yapışqanı qalmıyor. Mən bundan yapışdıra bilərəm. Olar. İndi mən sizə söyləyəm. Aha, gözümü yumuram. Arxasına yazacağım ama. Aha. Fikirləşim biraz, hələ gözlüyüm. Biraz cəld olama. Heyvan da ola bilər. Cəld olama. Tamam. Mən baxmıram. Telefona göstər, görüm nədir o sözü. Telefona göstər, sonra alnıma yapışdırarsan. Hələ baxmayın. Kleyimi vurum. Aha, yapışqan. Kley yox, yapışqan. Yapışdırıcı daha doğrusu. İndi gəlin alnınıza yapışdırın. Gəldim. Ay, bir saniye səhv yapmışdım. Kleyi səhv yerə sürtmüşəm. Yapışdırıcı. Kley uruscaqdır. Aha. İndi mən kiməm və ya mən nəyəm? Siz bir cisimsiz. Bir cisim. Cisim. Hər şey cisimdir. Heyvansız. Heyvanam. Aha.
quşam, yoxsa qanadım var, yoxsa dörd ayaqlıdır, Qanadım üç ayaqlıdır, nədir? Qanadım yoxdur. Deməli, quş deyiləm. Dörd ayaqlıyam. Bəli. Dörd ayaqlıyam. Yaxşı. İriyəm, kiçiyəm, yoxsa Orta. ortayam. Ev heyvanıyam, yoxsa çöl heyvanı? Evdə saxlamaq olmaz. Eləmi? Aha. Vəhşiyəm, yırtıcıyam, yoxsa Vəhşi deyil. vəhşi deyiləm. Ət yeyirəm, yoxsa ot yeyirəm? Ot yiyisi, yarpaq. Ot yeyirəm. Çöldə yaşayıram, eləmi? Bəli, Afrika. Afrikada çöldə yaşayıram. Hə. Quyruğum var. Bəli. Uzundur. Yox. Biraz. Hündür boyluyam, yoxsa normal elə. Çox hündür boylu deyiləm ki. Biraz. Biraz. Ən hündür boylulardan deyiləm ki. Deyiləm. Aha. Rəngim, nə rəngəm? Sarı. Sarıyam və ot yeyirəm. Sarıyam, ot yeyirəm. Allah Allah. Xallısınız. Xallı, Qəhvə rəngi xallı. qəhvə rəngi xallı, ot yeyirəm. Boynuzunuz da var. Xallı, buynuzum da var. Buynuzum da var. Hı. Xallı. Allah Allah, maraqlı gəldi. Allah. Buynuzum da var. Tapması çox çətindir. Xallıyam. Boynuzu da var. Bu boyda. De. Başında düyüm var. Aydat. Maral. Ceyran. Deyil o da. Ceyran ot. Yaxşı, bu əlamətləri sayda necə biriyəm? Çox su içmirsiniz. Çox su Gecələri içmirəm. ayaq üstə yatırsınız. Gecələri ayaq üstə yatan at bilirəm mən. Deyil. Gecələri ayaq üstə Ayaq üstə yatırsınız. yatıram. Belə boynuz belə qoyur. Haqqı. Maraqlıdır. Başqa nə əlamətim var? Doynaqlarınızı tez-tez yerə döyürsünüz. Dırnaqlarımı. Doynaq. Aha. Sarıyam dedim. Zebra deyəcəm də, deyil, hə? Zebra. Biraz uzunsunuz da. Zirafədir. Ben soruşuram ki, ən hündürlərdən deyiləm. Ən hündür. Niyə ən hündür heyvan kim nədir? Zirafə deyil. Həqiqi. Bəs sən məni çaşdırdın, oynamıram, bu cığalçılıqdır. Sən məni çaşdırdın. Soruşdum ki, ən hündür boylulardan deyiləm. Onda bildirdiniz axı. Hə? Onda bildirdiniz. Bəs nə ben nədən ötürü oynayırıq? Bilmək üçün ki, özüm soruşdum da görsən. Onda siz yapın. Heç nə can sağlığı. Zirafə eləmi? Və mən də balaca boylu heyvan axtarıram da. Allah sən nə ötüksən. Xallı, ot yeyən, balaca boylu heyvan axtarıram, tapamıram. Xallı bəbir deyəcəm, o da ot İndi yemir. siz yapın. Bəs bu qədər. Bəs bu qədər. Lütfən, Bəs bir bu dənə. qədər. Yox, sonra. Bir dahaki səfər başqa vaxt. Yaxşı? Bir dakika. Ben de tapım. Hə? Ben de tapım. Avtobusun qaçacaq. Heç nə olmaz. Zürafə ilə dayandırarıq. Eləmi? Yaxşı, bir dənə söz yazım. Ən sevdiyin şey nədir? Heyvan, quş, bitki. Hansına yazaq, yazın. Gül yazmayın. Gül çox bilmir. Yaxşı. Birini yazdım. Heyvan yaz. Yazdım. Baxma. Bax. Baxmırsan. Aha. İndi aç gözünü. Bura baxırsan, telefona baxmırsan. Aha, quşsan. Quşam. Bir dənə söz yazım. Qartalam. Aa. Hardan bildin? Qartal. Baxmışdın? Yox. Qoy. Allah Əlin yox. için iynəmişdin. Heç nə. Yaxşı, say qartalın əlamətlərini say. 1. Leksik mənasını izah elə. Bir quşdur. Quşdur. Nəhəng quşdur. Əsas özünə məxsus xüsusiyyəti nədir? Dimdiyi var. Başqa. Balası yumurtadan çıxır. Aha. Dağlarda, qayalarda yaşayan, yırtıcı bir heyvandır. Ana mən bildim də bu Dayandı sayılır. bir. Bəs qrammatik mənası nədir? Qrammatik mənası isə nə? Qartal isim. Sağ ol, aferin sənə. İndi istəyəm. Bəsdir. Yap tapdım axı. Bəsdir. Mən tez tapdım.